Bürclərin Səsi Astro Zodiac kanalına xoş gəlmisiniz. 2026-cı ildə bəzi bürclər üçün iş və karyera tam fərqli istiqamət alacaq. Keçmişdə gözlədikləri yüksəliş gecikmiş olsa da, 2026 onları elə bir fürsətə çıxaracaq ki, gələcək illər üçün zəmin hazırlanacaq. Bu videoda sənə işini dəyişəcək və yüksəliş yaşayacaq 5 bürcü təqdim edəcəm. Videonun sonunda sən də şərhlərdə öz bürcünü yaza bilərsən. Qoç bürcü 2026-da risk götürərək yeni iş imkanlarına açıq olacaq. İllərdir düşündüyü dəyişiklikləri həyata keçirir. Yeni layihələr və rəhbərlik imkanları onun qarşısına çıxır. İş həyatında ani yüksəlişlər müşahidə ediləcək. 2026 Qoç üçün başlanğıc ili olacaq. Yeni iş, yeni məqsəd, yeni uğur. Oğlaq bürcü üçün 2026-cı il gözlənilən mükafat ilidir. Uzun müddətdir çalışdığı işdə yüksəliş şansı əldə edir. Məsuliyyətləri artır, amma qarşılığında böyük nailiyyətlər gəlir. Yeni layihələr və rəhbərlik rolu ona təklif olunacaq. 2026-cı ildə Oğlaq özünü həm güclü, həm də dəyərli hiss edəcək. Şir bürcü üçün 2026 özünü göstərməlidir. Şir qadını və ya kişisi işdə daha çox görünəcək, fərqlənəcək. Yaradıcı layihələr və liderlik mövqeləri gələcək. Hər kəs onun bacarıqlarını görəcək və qiymətləndirəcək. Şir üçün bu il yüksəlişin və tanınmanın ili olacaq. Tərəzi bürcü 2026-da işini dəyişməkdə həm rahatlıq, həm də yüksəliş yaşayacaq. Uzun müddət düşündüyü karyera dəyişikliyi reallaşır. Yeni iş mühiti və əməkdaşlıq imkanları onun yolunu açır. İstedadı düzgün istiqamətə yönəlir və böyük nailiyyətlər gətirir. Tərəzi üçün 2026 hər şey yerinə düşür ili olacaq. Dolça bürcü üçün 2026-cı il yenilik və uğur ilidir. Yeni texnologiya və ya fərqli sahələrdə iş tapmaq şansı yüksəkdir. Yaradıcılığı və bacarığı yüksək qiymətləndiriləcək. İşini dəyişərək həm maddi, həm də karyera baxımından böyük irəliləyiş əldə edəcək. Dolça üçün 2026-cı il hər şey yeni başlanğıc, üstəgəl yüksəliş formulu ilə gəlir. İndi isə sənə sualım var. Sən hansı bürcdənsən? 2026 sənin də iş həyatında dönüş ili olacaq. Şərhlərdə yaz. Gəlin birlikdə bu il üçün enerjimizi paylaşaq. Və bu tipli videoları görmək istəyirsinizsə, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın.